Ramazan bitsə də çalışın Ramazan ruhunu yenə də saxlayın. Necə ki təqvalıydınız, hər şeyi haram bilirdiniz, yox olmaz, ayıbdır, Ramazan ayında deyirdiniz. Əşi yox, eybi yox, hələ ki qalsın, eləməyim, deməyim, yeməyim, içməyim dediyin şeyləri nə olar Ramazandan sonra da davam elə. İnan itirdiyin bir şey yoxdur. Necə ki Ramazanda özünü xoşbəxt hiss edirdin, heç nə itirdiyi yox, hər şeyi qazandığı düşünürdün. Bir nurlanma gəlmişdi sənə. Onu qoy il boyu səndə qalsın, davam elə itirmədə. İtirmə bunu, qoy ləzzət il boyu səndə qalsın. Allah sizə ağla gələn gəlməyən xətabadan qorusun. Allah o qədər ruzu versin ki, qiymətinə baxmadan istədiyiniz şeyi istədiyiniz anda ala biləsiniz. Allah pulu gizlətməyin, qazanmaqdan daha çətin olduğu günlər yaşatsın. Allah sizin qabağınıza sizdən də xeyirli övladlar çıxarsın. Övladlarınızın qarşısına sizdən də xeyirli insanlar çıxarsın inşallah. Allah işlərimizi avam eləsin. Axirətdə bir-birimizə bizi göstərib utandırmasın. Həqiqi dindarlardan, yaxşı insanlardan qərar versin. Hörmətli, izzətli eləsin bizi. Ailəmizdən, nəslimizdən, kökümüzdən İslam düşmənləri qərar verməsin. Allah bizi namusumuzla, qeyrətimizlə, şərəfimizlə, insanlığımızla sınamasın inşallah. Can sağlığı versin sizə. Daim belə xoşbəxt olasınız və bu halı Ramazandan sonra da daşıyasın inşallah. Allah köməyiniz olsun. Allah qəbul etsin.